Yazılırıq, Anar müəllimin qəbuluna, elektron yəni keçirik, adımı orada çıxır, amma gedirik qəbul olan yerə, bizi qoymurlar. Elnur müəllim qoymur orada. Kimlər mane törədir? Komitənin işçiləridir. Elnur müəllimdir, İkram müəllimdir, yəni bütün polisləri... Elnur və İkram Anar müəllimin işçiləridir, yoxsa? Onlar komitənin, Şəhər Salmaq Arxitektura Komitəsinin işçiləridir. İkram müəllim Anar müəllimin işçisidir, amma Elnur müəllim Şəhər Salmaq Arxitektura Komitəsi yoxdur içəri şəhərdə, oranın işçisidir, hüquqşünasıdır. Bax, o polisləri gətirir, tökür, polisləri keçən səfər gizlin getmişik. And olsa bir nümayəndəmizi tutdular polislər, aqrajeniya aldılar, belə yəni qoymadılar, mühasirə aldılar. Biz də gördük, gizləndik. And olsun Allah, gizlənmişik ağacın dalında, gözləmişik ki, Anar müəllim çıxsın. Çıxanda tez-tez yaxınlaşmışıq ki, Anar müəllim xahiş, o da bəlkə də bizə xəbər versəydi, qəbul eləyərdi. Orada çıxırdı, maşına minən anda biz özümüzü yetirdik. Xahiş elədi, o da köndü üzümüzə belə baxdı, gülümsədi, mindi başına çıxdı, getdi. Yəni icazə vermir. Bəlkə də Anar müəllimin də heç bizim haqqımızda xəbəri yoxdur. Çünki o işçilər, onun ətrafındakı bütün bu danlıları, bütün bu məlumatları çatdırmırlar. Nə prezidentimizə çatdırmağa icazə vermirlər, nə də Anar müəllimə, nə də biz icazə vermirlər, qəbula girək. Bilmirim. Ona görə də qalmışıq çıxılmaz vəziyyətdə. Belə oksigenlə mübarizədə görürsünüz. Belə. Ümumi, belə. Bütün hamısı bu vəziyyətdədir. Əmələ gəlmir. Yəni bu Şəhər Salma tərəfindən görülən işlərin nəticəsidir bu beləcə bu vəziyyət. Onlar da eləyibdi. Hə, onlar da eləyibdi. Özümüz də eləmişik də. Yəni iki tərəfli eləmişik. Başa düşürsünüzmü? Onlar da olubdu, biz də olubduq. Baxın, görsən mən dibinəm onu özüm vermişəm. Yəni o silenya var, görürsüz ki, rəf eləmişəm. Əlavə beton töymüşəm. Çünki bu çartlayıbdı, sirkələnibdi. Yaxın məsafədə, daxı 70 metrədə görürsünüz. Əmələ gəlmir. Bax bu vəziyyətdə asadqa verilir. O bu tərəfdən də çəkin, zəhmət olmasa. Baxın, bax buranı görürsünüz, bax dibini görürsünüz, bax tənə. O dibdən görürsünüz nətər çartlayıbdı. Bax o çart gedə-gedə gedir. Bütün bunlar akta qeyd olunubdu, Şəhər Salmanın apardığı. Yox, bilmirəm. Onlarda mənə akt vermirlər. Mənim aktımı üzə çıxartmırlar. Bax görürsüz, bax əmələ gəlmir. Bax çartları baxın, indi buradan şey düşür kölgə. Bax görün nətər çoxalıbdı. Bax öz-özünə çoxalır. Bax tənə bax görürsüz dibdə. Bax baxın, görün nə vəziyyətə düşübdü. Yuxarılara baxın, hamısı bax çartlayıb. Bax bu qonşu ilə ara məsafə var, belə zəhmət olmasa. Bax bunu mən dava şava ilə elətdirdim. Şirkət gəldi. Hansı şirkət idi? İnşaat servis şirkəti. Bax bunu ara məsafəni beləcə qoyub getmişdi. Mən qırğınla dava ilə getdim, o ara məsafəni bağlatdırdım. Çünki mənim evimə asaqqa verir oradan. Çünki suyun hamısı beşil idi. Bura gəlir zəhmət olmasa. Baxın. Yəni xoşməsiz gəl. Baxın, bax. Görün mənim evimin gibi. Bax, asaqqa verir. Çünki qovşudan vurdular, zədələdilər sökəndə. Baxın, bax, bura gəlin. Haran sökürdülər ki? Olan binası məndən pis-pişirdi. O aydalası ev idi, söhbətlər onu təzən tikdilər. Gördünüz, baxın bax. Bax, evim görünə gündə də asaqqa verir. Oranı sökəndə sizin niyə bu divarları söküb təzən tikmədilər? Eləmədilər də, bax, dalına baxın, bax, balaca məsafədə olsa, bax, bura düz ora kimidir, görün. Zəhmət olmasa, baxın, bax, bütün evim mənim asaqqa, bax, bağlatdırdım da aranı, dava ilə 5 nə mənada deyir. Yəni, binəni zədəliyiblər, qovşdan vurdu, zədələyib. Komissiya sizin ümumiyyətcə dəyərləndirmənizi neçə min manat eləyibdir? Onu dəqiq mənə göstərmirlər. Amma məndən, bilirsiniz, pribliziyyəcə 30 minə yaxın ədəvə tutublar. Onu göstərmirlər, mənə vermirlər. Mənim heç bir aktımı... 30 min ədəvə tutublar, dövlətin elədiyi yardımdan? Yardımdan başqa, komissiya mənə verdiyi elə bir pul, nə pul yazıblarsa, ondan 30 minə yaxın ədəvə vergi tutublar. Bunu siz hardan öyrəndiniz ki, 30 min? Özləri ilə mənə dedilər. Mən də adam var idi, onlar bir çatdırdı, mənə dedi, başa düşürsünüz, amma mənə sənəti göstərmirlər. Sənəti tələb edirsiniz, yox, vermirlər. Mən 5 dənə akt tutublar mənim evimə. Mənim evimin üstündə bəlkə neçə min pul qazandılar. Demək, evinizə dəymişlərə bunların hamısını özünüz eləmişsiniz? Yox, şirkət deyib özümüz eləmişik. Yəni əksəriyyətini özüm eləmişəm. Çünki o vaxtı yoldaşım özü... Dəymişlərinizin neçə faizini şirkət ödəyibdir, qalanını siz cibinizdən eləyirsiniz? Bilmirəm, yəni onu yoldaşım gəldi, onlar aralarında olar bilir. Onu mən dəqiq bilmirəm. Amma onu dəqiq bilirsiniz ki, sizin ayrılmış vəsaitdən 30 min manat ədəvi, 32 min manat ədəvi haqqı olar. Cənab prezidentin bizə ayırdığı kompensasiyadan 32 min manat ədəvə vergi tutublar. O gidə evə də çəkin, zəhmət olmaz. Xoş gəldiniz, baxın. Bax, görün nə vəziyyətə düşürsün. Baxın, bax, əmələ gəlmir, bax. Heç sürə düzəlmir, də bu? Yox, düzəlmir, baxın, bax. Bu dam örtüyünün normal şəkildə vurulmamasının səbəbidir də bu? Bilmirəm, indi dam örtüyünün vurulub düzgün, amma yəni bu vəziyyət, o tərəf divara da baxın, hamısı, baxın, bax, dibdən beləcə nə axıra kimi gedir, baxın, görün nə vəziyyət. Ondan remont bu cür çökür də? Hə, çökür, bax, polumun altına bax, su gedir. Bax, polları buradan qaralıb, görürsünüz, izlərinə baxın.
Bax evlərim mən bu vəziyyətdəydi. Prosta bu köhnə şay balası evlər idi. Bax bu vəziyyətdəydi. Bunu indi şeylərim yoxdur deyə bu görüntülər telefondaydı. Bax bunların hamısı dağılmışdı. Bax ustazad gətirib işlətmişdik. Setkazad vurmuşuq, genə xeyri yoxdur. Öz cibinizin büdcəsindən düzəltdiyiniz. Bax bunlardır, görürsüz. Bax aynanız adamsın qaldırdırdıq. Bu söküləsi evlər idi. Bu çoxdanın evidir. Bizimki bir əsrdə yaxın yaşı var bu evin. 100 yaşı var. Ay balası evdir. Yaxın məsafədəydi. Bütün bu küçədə haqsızlıqlar oldu. Kimin evini söktülər, kiminkini, bizimkini anda sökmədilər. İndi də bax o çəkilən xərcin hamısı zaya gedir. Başa düşdünüzmü? Bax hamısı zaya gedir. Gəlin bura. Hər qışdan sonra siz xərc qoymaq məcburiyyətindəsiniz. Yağış yağandan sonra bax indi də güclü yağışlar yağdı axı. Bax əmələ gəlmir. Vay zəhmət olmasa gəlin. Bax bura baxın, bu uşağın yatdığı yerdir. Bax bunu mən remont elətdirmişəm hələ. Bax düz buradan bax beləcə. Bax bura baxın bu divara. Bunun altına baxın, bax. Bu uşaq burada oturur. Baxın o divarı görürsünüz. Bax o divar binədən. Sonra o iki evin arasının divarıdır. Bax altdan buradan görsənir. Bütün o da ağ neft tökülübdür. Suyun hamısı. Bax polun buradan ayağınızı vurun. Pol içəri girir. Bax buradan polun içəri girir. Çökmə verir də. Hə, çünki suyun hamısı binəvrəniz zədələnib. Evin binövrəsi zədələndiyinə görə, ona görə də bax asatka verir. Mən də yoldaşım ağır xəstəliyin sud keçirdikdi. Allah qış bunu şey də vermirlər. Evin təməli zədələndiyindən ev boydan boya çat verməkdir. Çat verib, əmələ də gəlmir. Və çatlar da artır getkidə. Bəli, ən çox da indi Bu məsələ ilə bağlı ümumiyyətcə Namiq Hümətovun qəbulunda olmusunuz? Hamısında olmuşam. Bəs nə bildirir şərtiniz? Bizə yoxdur, sökülməyə icazə vermirlər. İş bağlanıbdır. Anar Quliyevin də qəbuluna qəti bizə icazə vermirlər girmək. Keçən səfər gizlin getmişik Şamaxıda. Demək, Anar müəllimi gördük oradan. Xahiş elədik ki, Anar müəllim bizi qəbul gülümsədi, mindi maşına çıxdı, getdi. Vətəndaşı qəbul eləmədi. Yox eləmirlər. Biz heç yaxın qoymurlar. Yəni ki, o da cənab prezidentimizin əmri var da, Allah şükür fərmanı var. Deyir ki, hər bir məmur Azərbaycan vətəndaşını qəbul etməlidir və ona hörmətlə yanaşmalıdır və onun bütün istəklərini nəzərə almalıdır, dinləməlidir və həyata keçirməlidir. Həm də dedi ki, mənə çatdırın. Biz cənab prezidentə yazdığımız məktublar çatmır. Cənab prezidentə elədiyimiz onlayn silinirlər. Nə yazırıq, hamısını avtomatik yazır, atqlanino. Hamısını avtomatik silirlər. Rədd eləyirlər. Rədd eləyirlər, hamısını rədd eləyirlər. Prezidentə yazdığınız məktubları rədd eləyirlər. Harada yazırsınız? Səhifələrdə, o səhifəsi yoxdur. Cənab prezidentimizin səhifələri var. Sonra elektron müraciətlər göndəririk, cavab gəlmirlər. Yəni yazmışıq, cavab vermirlər. Rəsmi məktublar da göndərirsiniz. Bəli, baş Sevdə xanım var bizim onunla beraber hamımız yığılırıq, vəsait qoyuruq, yollayırıq da cənab prezidentə bütün bəlkə 7-8 yerə hamısına yollamışıq. Bizi cənab prezidentdən çatdırmırlar bizim. O cənab prezident özü deyir ki, səsinizi prezidentə çatmasının qarşısı alınır da, belə düzgün başa düşdük. Məmurlarla da görüşməyə, ən çox da Anar Quliyevlə, nə bura gəlmir, Anar müəllim 5 ildir burada yoxdur, nə də Bakıya gedirik, polislərlə qovurlar bizi. 44 günlük müharibədə zərər görmüş bu əraziyə Anar Quliyev bir dəfə olsun gəlməyib. Yox, gəlməyib. Namiq Hümbətov gəlibmi bu əraziyə? Biz tərəfə gəlməyib, mən görməmişəm. Bizim bu küçə haqqında bəlkə də heç hansının anlayışı yoxdur. Bilirsiniz haranı ən çox çəkirlər? O memorial kompleks tikifləri, orada görürsünüz, o şəhidlər ötəri. Bax, gələn oranı göstərirlər, oradan da çıxıb gedirlər. Heç bəlkə bu küçəmiz haqqında heç kimin məlumatı yoxdur ki, buradan insanlar nə bilə vəziyyətdədir. Yuxarı təbəqədə oturan şəxslər bu küçəyə gəlmədikləri halda sizin adınızdan ƏDV-li haqqları... 5 dənə haqq tutublar. Mənim adıma. Təmir pulları çıxılıb. Bəli, hamısı tutulub. O inşaat servis var, o qonşunun evini tikən. Gördünüz, mənim evimi nə qədər zədəliyibdir. Heç bir mal köməkliyi, heç bir şey eləmədilər. O ara məsafəni özləri bağlamalıydılar. Bağlamadılar. Bütün suyun hamısı çöktü mənim binəmin dibinə. Mənim binəm bütün çatlayıbdı. Mənim binəm indi şey verir. Çat verib də, ya yatır da gör nə gün. Oğulub tökülür hamısı. Ona görə məndən çox xahiş edirəm. Mənim imkanım da yoxdur. Yoldaşım da xəstə adamdır. Heç oradan gəlirim yoxdur. Mal köməklik göstərin. Bizim sözümüzü cənab prezidentimizə çatdırın. Artıq dərəcədə sizdən xahiş edirik.